Salam. Kilo yarım böğürtçənini yuyub, suyu quruyana kimi süzgəcdə saxlayıram. Suyu quruduqdan sonra üzərinə kilo yarım şəkər tozu əlavə edib 3-4 saat gözlədirəm. Üzərinə 4 xörək qaşığı qaynar su əlavə edib, gur istilikdə şəkər tozu əriyənə kimi qarışdırıram. Qaynamağa başladıqdan sonra mürəbbəni 25 dəqiqə bişirirəm və yarım limon sıxıram. Yenidən 5 dəqiqədə bişirirəm. Tavanı pildədən götürdükdən sonra silkələyib, üzərinə yığılan kəpləri kağız dəsmalla təmizləyib, sonra isə soyuq halda quru bankalara yığıram. Və mürəbbənin bankalarda çirklənməməsi üçün üzərinə kağız dəsmal kəsib sərirəm. Növbəti videolarda görüşənə kimi hələlik.